Bir paltar almaq istəyirsən, bir köynək məsələn almaq istəyirsən. Gedib nə edirsən? Məsələn, bir neçə dənə dükana baxırsan. Birinə girdin, baxdın, çıxdın, xoş gəlmədi. Getdin o birisinə. Ona da baxdın, xoş gəlmədi. Məsələn 3, 4, 5, 5-6 dənə də uzağa baxırsan. Axır hansındasa bəyəndin. Mümkündür Allah həmin insana ruzi verməlidir həmin günü. Sənin əlindən verir. Sən də məsələn o dükana girdin, bəyənmədin, bu dükana girdin, bəyənmədin. Axır getdin birində ki, bəyəndin. Sən elə bilirsən bəyəndin və ixtiyarı seçdin ona. Halbuki Allah onun ruzisini verməlidir, sənin əlindən verməlidir. Sən neçə dənə dükan girsən, axırda gəlib onun dükanındakı malı bəyənəcəksən. Çünki onun ruzisi bu gün sənin əlindən gəlməlidir. Sən getməlisən o dükana və ondan almalısan. Sənin vasitənlə kiməsə ruzi getməlidir. Sənin ruzin kiminsə vasitəsilə gəlməlidir. Belədir bu aləm.